Salam dəyərli izləyicilər, bugün sizlərlə bir yerdə 20 sınaq vəsaitindən sınaq 2-ni işləyəcəyik. Deməli, gördüyünüz kimi mövzu leksika mövzusudur. Birinci testə baxaq. Antonimlərdən istifadə edilməyən cümlələri müəyyən edin. A variantı. Doğru həmişə yalandan güclüdür. Doğru, yalan. Doğru həm sifət kimi işlənə bilir, həm də isim kimi işlənə bilir. Yalan da isimdir. Yəni bunları antonim götürə bilirik. A variantı gedir. Ağlamaqla gülmək arasında kiçik sərhəd var. Ağlamaq, gülmək. Antonimdir. Yaxşı adam ki, heç vaxt pis danışmaz. Yaxşı, pis. Burada yaxşı sözü ismə aid olduğuna görə sifətdir. Pis sözü isə feilə aid olduğuna görə zərfdir. Biz də bilirik ki, antonimlər, sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Burada yaxşı sifət, pis zərf oldu. Ona görə də bunu antonim götürə bilmərik. Digərlərinə baxaq. Çox adam, az uğur. Hər ikisi ismə aiddir. Say kimi antonim götürə bilirik. Burada reallıqlar var, çətinliklər isə yoxdur. Var, yox sözləri. Bunlar da antonimdir. Doğru cavab oldu C variantı. İkinci suala baxırıq. Biri qədim sənədlərin və yazılı abidələrin saxlandığı müəssisə mənasındadır. A variantında verilib arxiv. Doğru cavab elə arxivdir. Qədim sənədlərin, abidələrin saxlandığı yerdir. B variantına baxırıq. Verilib kolleksiya sözü. Kolleksiya müəyyən məqsədlərlə, bu elmi ola bilər ya da hobbi məqsədi ilə ola bilər, eyni tipli əşyaların toplanması, saxlanmasıdır. Daha sonra kitabxana, bilirik ki, kitabların saxlandığı yerdir. Saray, padşahın, dövlət başçılarının yaxud bu tip insanların yaşadığı binalardır. Bir də məqbərə verilib. Məqbərə də qəbirlərin üzərində tikilən xüsusi tikilidir. Doğru cavab A variantı. Fərqləndirilmiş hissələrdən biri iki şəkilçidən ibarətdir. A variantında verilib sarsıdar sözü. Burada sarsıd sözün köküdür. Yəni D kökə aiddir. Şəkilçi ardı. Ona görə biz şəkilçini iki hissədən ibarət götürə bilmərik. Bəzən bunu qarışdırırlar. Sözün kökünü yəni sarsmaq götürürlər, amma Azərbaycan dilində sarsmaq deyə söz yoxdur. Sözün kökü sarsıtmaq feilidir. Daha sonra B variantı düzəldir. Bu doğru cavabdır. Sözün kökü düz, düzdən düzəlmək, düzəlməkdən də düzəltmək feili yaranır. İr də indiki zaman şəkilçisidir. Yəni dir şəkilçisi burada iki hissədən ibarətdir. Bibi sözün kökü i mənsubiyyət şəkilçisidir. S bitişdirici samitdir. Ona görə bunu iki hissəli götürə bilmərik. Yəni iki şəkilçidən ibarət götürə bilmərik. Almışdır. Dır xəbərlik şəkilçisidir. Evdəki, burada da dəki şəkilçisini də-ki kimi ayıra bilmərik. Dəki bütövlükdə bir şəkilçidir. Sifət düzəldən şəkilçidir. Doğru cavab B variantı. Dördüncü sual. Sözün tərkibi baxımından məntiqi ardıcılığı tamamlayan sözü müəyyən edin. Sözün tərkibi dedikdə kök və şəkilçi nəzərdə tutulur. Deməli, əvvəlcə sözləri kök və şəkilçiyə ayırmalıyıq. Birinci yellədin sözü. Bu iki cür təhlil oluna bilər. Birincisi sən yellədin. Vurğu sonda olduqda bu zaman yel sözün kökü, lə leksik, yellədin di qrammatik, en qrammatik. Bir də olur yellədin. Vurğu bura düşür, əyə, yel sözün kökü, lə leksik, d, yəni t, yenə leksik, in də sonluq. Deməli, birincidə oldu bir leksik, iki qrammatik, ikincidə iki leksik, bir qrammatik. Təmizlədin sözündə də təmiz, təmizlə, di, keçmiş zaman, en də sonluq. İkinci, təmizlədin. Vurğu ədə olduqda bu zamanda təmiz sözün kökü, lə leksik, yenə d leksik, in də qrammatik. İzlədim. İz, izlə, di, bir də em, bir də izlədim, mən izlədim. Yəni kiməsə nə isə izlədim. İz sözün kökü, lə leksik, t leksik, im də qrammatik. Görürük ki, hər birində leksik və qrammatik şəkilçilər iştirak eləyir. A variantına baxırıq. Düz, düzəl, di, en.
Burada da görürük ki, leksik qrammatik şəkilçisi tələbini ödəyir. Doğru cavab burada A variantıdır. Çünki digər sözlərdə sözün kökü bağışla, saxla, yoxla, dinlə. Yəni buradan biz leksik şəkilçi çıxarda bilmirik. Qalan bütün şəkilçilər də qrammatik şəkilçidir. Bizdən də digər 3 sözdə istəyirdi ki, həm leksik, həm qrammatik şəkilçi iştirak eləsin. Bunu da yalnız A variantı ödəyir. 5-ci sual. Hansı homonimlər müxtəlif nitq hissələrinə aiddir? A variantı. Qax, körü. Doğru cavab A variantıdır. İndi izah eləyək. Qax 2 cür ola bilir. İsim kimi, məsələn, meyvənin qurumuşuna qax deyilir, qurudulmuş meyvə. Bir də qaxmaq feili var, bir şeyi yerə çırpmaq mənasında. Daha sonra kürü də çürümək feili, nə isə kürəklə təmizləmək mənasında işlənə bilər. Bir də var ki, isim kimi kürü. Yəni balıqların ya da suda yaşayan digər heyvanların artmaq üçün tökdükləri yumurtacıqlardır. Daha sonra B variantı top, yağ. Top bir, məsələn, futbolda oynanılan top isim kimidir. Bir də ümumilikdə artilleriya silahlarının ümumi adı kimi gedə bilər. Deməli, bu oldu ismə aid. Yağ isim kimi, həm də feil kimi işlənə bilər. Bunun biri uyğun gəlmədi. Qundaq 2 mənada işlənir. Birincisi, körpə uşaqları sarmaq üçün bir əşya. İkincisi də, məsələn, tüfəngin qundağı, tüfəngin ağac hissəsi. Bu da eyni nitq hissəsinə aiddir. Dad. Dad bir şeyi yeyərkən, içərkən ondan aldığımız hiss olunan ləzzəti, xüsusiyyətidir. Bir də var, məsələn, dad ismi, fəryad, haray, kömək. Bir də dadmaq feili də var. Bu da həm eyni nitq hissəsi, həm də fərqli nitq hissəsinə aiddir. Bunu da çıxırıq. Kök 2 cür ola bilir. Məsələn, kök insan, sifət, bir də tərəvəz, kök. Bu uyğundur, amma nəticə uyğun deyil. Məsələn, imtahanın nəticəsi bu isimdir. Bir də deyə bilərik ki, nəvə, nəticə bu mənada da işlənir. Bu zamanda isimdir. Bağ, bağ sözü bağça mənasında işlənə bilir. Bir də ayaqqabı bağı ola bilər. Bu zamanda eyni nitq hissəsinə aiddir. Yal. Yenə bu da 2 mənada işlənə bilir. Məsələn, atın yalı deyirik, atın boynunun üstündəki tüklər. Bir də heyvanlara verilən yemək var, yal. Bu da yenə eyni nitq hissəsinə aiddir. Doğru cavab olur A variantı. 6-cı. Homonim kimi işlənə bilir. Burada sözlər biraz oxunmur. Birinci qoyun ismi, tək zərfi, bilək ismi, əsər ismi, bir də səhv etmirəmsə əsir ismidir burada. İndi baxaq bir-bir. Birincidə qoyun ismi verilib, 2 cür işlənə bilir. Bir, heyvan mənasında qoyun isimdir. Bir də qoyun, qucaq mənasında. Burada da yenə isimdir, fərqli mənalar ifadə elədiyinə görə amonim sayılır. Biri götürürük. Bir olmayan variantları da çıxa bilərik. Daha sonra tək zərfi. Tək də zərf kimi 2 mənada işlənə bilir. Məsələn, birincisi köməksiz, arxasız, yalnız qalmaq deməkdir. Bir də bir işi yerinə yetirərkən tək qalmaq, tək başına olmaq mənasında işlənə bilir. Yəni bunlar fərqli-fərqli zərflər kimi götürülür. Ona görə bunu amonim kimi götürə bilirik. Bilək ismi amonim kimi işlənə bilmir. Əsər ismi. Əsər ismi amonim kimi işlənə bilir. Məsələn, birincisi budur ki, iz, nişanə, bir əlamət. Məsələn, deyirik, ondan əsər əlamət qalmamışdı. Yəni, bir iz qalmamışdı. Bu zaman isimdir. Bir də insan əməyi ilə, insan yaradıcılığı nəticəsində ortaya çıxan bir məhsul, əsər. Bu da yenə isimdir. Amonim götürə bilirik. Deməli, doğru cavab olur 1, 2, 4. 7. Frazoloji birləşmələrdən biri narazı olmaq mənasındadır. Birincidə verilib dil tökmək. Dil tökmək şirin sözlə yola gətirməkdir, yalvarmaqdır. Daha sonra ağız büzmək. Bu narazı olmaq deməkdir. Zəncir çeynəmək. Əsəbləşmək mənasına gəlir. Ürək yerindən çıxmaq.
Çox həyəcanlanmaqdır. Dilə düşmək də iki cür işlənə bilər. Cəmaət arasında şayiə yayılmaq, dişə düşmək mənasında, bir də səs sorağı hər yana yayılmaq, haqqında çox danışılmaq mənasında işlənə bilir. Doğru cavab B variantı oldu. Cədvəldəki yanlış nümunələri müəyyən edin. Məsum sözünün sinonimidir. Biz yanlışları götürməliyik. Deməli, birincidə verilib günahsız. Məsum sözünün sinonimidir. Bu doğru fikirdir. Birləri çıxırıq. Məyus, məmnun. Bunlar məsumla sinonim deyil. Yəni yanlış fikirlərdir. Pərişan sözünün sinonimidir. Pərişanın sinonimi burada verilib qəmli, məhzun. Bunlar doğrudur. Yəni çıxırıq, qalır süst. Süst pərişan demək deyil, halsız, taqətsiz deməkdir. Yəni bunlar arasında fərq var. Doğru cavab oldu D variantı. Aşağıdakılardan birində almaq mənasında işlənən ifadə yoxdur. Deməli, burada ada verilib ki, Şuşa dağlarının başını duman bürümüşdü. Baxırıq, əvəz eləyə bilirik ya yox. Şuşa dağlarının başını duman almışdı. Bunu işlədə bilirik. Doğrudur. Düşmən 30 il əvvəl torpaqlarımızı zəbt etmişdi, torpaqlarımızı almışdı. Bu da doğrudur. Dünən dostumdan yeni məktub qəbul etdim, yeni məktub aldım. Doğrudur. Bu məhsul neftdən hazırlanır, neftdən alınır, əldə olunur. Bu da doğrudur. Mən bunu kənddən sənə gətirmişəm, mən bunu kənddən sənə almışam deyə bilmərik. Çünki gətirdiyi şeyi alıb almadığını dəqiq bilmirik. Bəlkə özündən bir şey gətirib. Yəni bunu əvəz eləyə bilmərik. Doğru cavab Y variantıdır. Homonim olmayan sözü müəyyən edin. A variantında verilib ağrı həm isim, həm feil kimi ola bilir. Feil kimi ağrımaq feilidir. İsim kimi də bədənin hər hansı bir yerində hiss olunan acı, sancıdır. Deməli, bu olur. 50. Həm say kimi, həm də belə götürə bilərik. Əl-li. Yəni, bədən üzvü olan əl, bir də 50 sifət yarandı. Bunu da götürə bilirik. Kürək. Məsələn, insanın kürəyi. Bir də deyə bilərik, yer qazmaq üçün kürək, bel. Bu da homonimdir. Daha sonra müxtəsər sözü sifət kimi işlənir. Amonim olmur. D. Doğru cavabdır. Qat həm isim kimi, həm də feil kimi işlənə bilir. Deməli, qrammatikaya aid sualları bitirdik. İndi mətnlərə keçək. Deməli, birincisi yaddan çıxmış əl ağacı mətnidir. Əvvəlcə mətni göstərim. Videonu dayandırıb oxuya bilərsiniz. İndi isə suallara baxaq. 11-ci sual, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır və ehtimaldır. Birincidə deyilir, Sherlock Holmes məşhur detektivdir. Bu doğru fikirdir. Watson ixtisasca xəfiyyədir. Bu yanlışdır. Mətndə verilir ki, o doktordur, yəni həkimdir. Eyni zamanda burada da deyilir ki, Watson, xahiş edirəm, mənim Mortimerlə, peşə yoldaşınızla söhbətim zamanı otağı tərk etməyin. Peşə yoldaşınız, yəni həkim yoldaşınız deməkdir burada. Ona görə ikini doğru götürə bilmərik. İki olan variantlarda çıxırıq. Daha sonra yanlışdır. Sherlock itin zahiri görünüşünü məntiqi nəticə çıxararaq müəyyən eləyir. Bu yanlış fikirdir. O məntiqi nəticə çıxarmır. Sadəcə ehtimal eləyir. Yəni ehtimalı biz nəticə kimi götürə bilmərik. Bir gün əvvəl Mortimer Sherlock Holmes'la görüşə bilməmişdi. Bu doğru fikirdir. Mətnin giriş hissəsində də bununla bağlı məlumat var. Deyir, dünən burada kimsə burada əl ağacını qoyub burada. Daha sonra ehtimaldır. Sherlock'la Watson'un adı çox vaxt birgə deyilirdi. Bu ehtimal deyil, bu faktdır. Burada deyilir, adınız çox tez-tez dostunuzun adı ilə bərabər çəkilir. 5-i çıxırıq, qalır B variantı. Mortimerə hamı hörmət eləyir. Bu ehtimaldır, çünki Sherlock orada deyir ki, əgər o dostları tərəfindən belə bir hədiyyə alırsa, deməli hörmət olunan bir adamdır. Yəni bunu da biz mətndə verilib deyə fakt kimi götürə bilmərik. O da yenə öz düşüncəsini söyləyir, ehtimal eləyir. Ona görə 6-da ehtimaldır.
Mətnə əsasən səbəbini müəyyən etmək mümkündür. Mortimerin itə sahib olmasının səbəbi yoxdur. Sherlock Holmesun xəfiyyə olmasının səbəbi yoxdur. Yəni verilməyib. Mortimerin şəhərdən kəndə getməsinin yenə səbəbi verilmir. Əl ağacının qonaq otağında qalmasının. O deyir ki, dünən bura gəlmişdim, amma əl ağacımı burada qoymuşam. Mətnin bayaqki hissəsində bu verilmişdi. Mortimerin gözlük taxmasının səbəbi də yenə yoxdur. 13. Ser, sizinlə tanış olmağıma çox şadam cümləsini mətndə nömrələnmiş hansı çərçivənin yerinə artırmaq olar? Biz bunu onun Watsonla və xəfiyyə ilə tanış olduğu yerə, qarşılaşdığı yerə, yəni 5-ci yerə artıra bilərik. Burada deyir ki, Sherlock Holmes'la söhbət etmək şərəfinə nail oluram. Bir şəxs işimlə bağlı sizi narahat edəcəyəm. Sonra deyir ki, siz də yəqin ki, Doktor Watsonsunuz. Bundan əvvəl bu cümləni artıra bilərik. Sizinlə tanış olmağıma çox şadam. Siz də yəqin ki, Doktor Watsonsunuz. Yəni biri ilə tanış olur, sonra da digərinə keçir. Doğru cavab Y variantı. 14. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, verilib həqiqi mənadadır, məcazi mənadadır, bir də fərqli mənada işlənməsi. Əvvəlcə sözlərə baxaq. Deməli, birinci, ağacın əl tutulan yeri. İkinci, böyük hörmət sahibi. Deməli, birincidə verilmişdi ki, tutulan yeri, yəni tutulan yer. Burada həqiqi mənadadır. Yəni birinci doğru verilib. İfadənin fərqli mənada söz onu bərk tutdu. Bu da məcazi mənada. Deməli, birinci doğrudur. 2. Böyük sözü idi. Böyük hörmət sahibi. Bu məcazi mənadadır. Burada verilib həqiqi mənada. Ona görə 2-ni çıxırıq. Daha sonra istifadə etmək. Mətndə həqiqi mənada idi. Burada isə verilib məcazi məna. Bu da səhvdir. Xəstəxanadan atmaq. Xəstəxananı atmaq məcazi mənadadır. O topu səbətə atdı. Burada həqiqi mənada. 4 düzdür. Çəkilmək. Adı ilə adınız onun adı ilə bərabər çəkilir. Məcazi mənadadır. Düşmənlər yavaş-yavaş geri çəkilir. Bu da həqiqi. Doğru cavab olur A variantı. 15. Sherlock Holmes'la bağlı mətndən çıxan fikirdir. Mortimerlə uzun müddət tanış idi. Səhvdir. İlk dəfə tanış olurdu. Watsonun şəxsi məsləhətçisi idi. Səhvdir. Əksinə o Watsondan bəzən məsləhət almaq üçün istifadə edirdi. Polis idarəsində baş xəfiyyə idi. Səhvdir. Güclü intellektə sahibi idi. Bu doğru fikirdir. İt saxlamağı sevirdi. Bu da səhvdir. Yəni mətndə elə bir şey yoxdur. Çərçivədə verilmiş cümləni mətnin üslubuna uyğun şəkildə təkmilləşdirib yenidən yazın. Bizə verilən mətn bədii üslubdadır. Deyir ki, it dişlərinin yeri lap aydın görünür. Biz bunu bədii üsluba uyğun genişləndirməliyik. Yəni buraya məcazi mənalı ifadələr, təsvir və ifadə vasitələri və s. artıra bilərik. Məsələn, yaza bilərik ki, it dişlərinin yeri gün kimi aydın görünürdü. Lap aydın yerinə gün kimi aydın yaza bilərik. Daha sonra 17. Mətnin məzmununa əsasən birinci abzasın sonundakı nöqtələrin yerinə uyğun ifadəni müəyyən edib yazın. Deyir ki, ağacın əl tutulan yerindən biraz aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu. Bu lövhədə yazılmışdı. Deməli, ağacda kiçik bir lövhəcik var. Mətnin sonraki hissəsində deyir ki, məncə bu adam kənd həkimidir. Böyük hörmət sahibidir. Sonra deyir ki, yalnız adətən həkimlər belə ağacdan istifadə edirlər və kənd həkimləri piyada gəzməli olurlar və s. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, ona hamı hörmət edir. Daha sonra lupa ilə deyir, gözdən keçirməyə başlayır və bu zaman həmin kiçik lövhəciyin üzərindəkiləri oxuyur. Deyir ki, bu ağac Mr. Mortimerə, Charing Cross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Yəni artıq onun adını müəyyən eləyir, harda işlədiyini də müəyyən eləyir. Deməli, buradan belə bir nəticə çıxarıq ki,
həmin lövhənin üzərində onun adı yazılıb. Yəni Mr. Mortimer. Belə deyə bilərik. Baxın, burada verilib lövhəcikdəki Ç, K, X hərfləri buna işarə edir. Deməli, orada yazılıb ki, Ç, K, X, Mr. Mortimer. Bunu 17-ci sualın cavabına yazırıq. 18. Mətnin üslubu əsasında cədvəli tamamlayan fikirlər yazın. Mətnin hissəciyəvi xüsusiyyətləri. Dedik ki, bədii üslubdadır. Obrazlılıq, emosional ifadə tərzi əsas rol oynayır. Bədii təsvir ifadə vasitələrindən istifadə olunur. Məcazi mənalı sözlərdən istifadə olunur. Bunları bura yazırıq. Bir də mətndə bu səciyyəvi xüsusiyyətlərə uyğun nümunələr. Mətnə qaydaq. Buradan cümlələr seçməliyik. Məsələn, burada verilib ki, mən təəccübdən donub qaldım. Donub qalmaq məcazi mənalıdır. Yəni, bədii üslubun xüsusiyyətlərinə uyğundur. Daha sonra bu lap ağ oldu. Frazoloji birləşmə. Daha sonra Holmesun əlindəki ağaca qırığı kimi baxıb sevinclə dedi. Burada da təşbihdən istifadə olunub. Qırığı kimi baxmaq. Digər suala baxaq. 19. Mətnin əvvəlində işarə qoyulmuş ifadələrin kontekstə görə qarşılığını müəyyən edib yazın. Əvvəlcə həmin ifadələrə baxaq. Deməli, nəzərdən keçirirdim. Donub qaldım. Ağ oldu. Bu lap ağ oldu. Birinci nəzərdən keçirirdim. Donub qaldım. Bir də ağ oldu. Deməli, bunların mənaları birinci nəzərdən keçirirdimdir. Bunun mənası gözdən keçirmək, yoxlamaq deyə bilərik. İkinci, donub qaldım. Yəni, çaşbaş qaldım, mat qaldım. Ağ olduğunu da orada deyir ki, bu lap ağ oldu. Yəni, sənin söylədiklərin həddini aşdı, həddini keçdi, şişirdildi. Bunlar da, bu mənalar da mətndə işlənib. 20. Mətnə əsasən doğru fikri seçin və seçiminizi əsaslandırın. Mortimer əl ağacına görə yenidən Holmesun yanına gəlmişdir. Mortimer şəxsi işi üçün Holmesun yanına gəlmişdir. Burada doğru cavab budur. Mətnə əsasən əsaslandıraq. Son abzasda deyir ki, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam, əl ağacını nəzərdə tutur. Deyir, bir şəxsi işimlə bağlı sizi narahat edəcəyəm. Yəni, o, bura əsas olaraq şəxsi işi barədə danışmağa gəlmişdi. Amma dünən gələndə ağacını təsadüfən orada qoyduğunu görür və həm ağacını tapmış olur, həm də şəxsi işi ilə bağlı danışmış olur. Deməli, bunu da əsaslandırdıq. Digər mətnə keçək. Deməli, ilk səs yazan qurğu. Publisistik bir mətndir. Əvvəlcə mətni göstərim. Videonu dayandırıb oxuya bilərsiniz. 21. Mətndə tünd qara hərflərlə yazılmış hissə əsasında uyğun bəndi müəyyən edin. Bizə burada iki variant verilib. Hissədə kontekstə uyğun olmayan söz, həmin sözü əvəz edə bilən ifadə. Deməli, həmin hissəyə baxaq. Deməli, deyilir, Thomas Edisonun qramofonu isə qeydə aldığı səsi yenidən dinləmə imkanına malik olub. Onun 1877-ci ildə reallaşan kəşfi ilə insan həyatında yeni bir çağın başlanğıcı qoyulmuşdu. İlk yazılan səs uşaq mahnısı olub. Səslər qalay folqa üzərinə yazılırdı və yalnız bir neçə dəfə təkrar qulaq asmağa dözə bilirdi. Burada dözə bilirdi, yanlış işlənib. Çünki burada bir əşyadan, qramofondan söz gedir və biz ona dözə bilərdi sözünü işlətsək artıq uyğun gəlməz.
davam gətirə bilərdi sözünü. Məsələn, yazıla bilərik bura. Sonra isə sıradan çıxırdı. Buna baxmayaraq bu qurğu cəmiyyətdə böyük bir sensasiya yarada bilmişdi. Artıq sonrakı illərdə Edisonun danışan maşınından ilhamlanan digər ixtiraçılar fonoqrafı təkmilləşdirməyə çalışıblar. Deməli, dedik ki, burada uyğun olmayan söz dözə bilmək sözü idi. Əvəz edə bilən söz də, ifadə də davam gətirməkdir. 22. Hansı fikir mətnlə ziddiyyət təşkil eləyir? Bəzən elmi kəşflərin ilkinliyi ilə bağlı fərqli fikirlər olur. Doğrudur, elə faktlar var ki, dəqiqləşdirmək mümkün deyil. Bu, mətnə əsasən yanlış fikirdir. Yəni, yanlış dedikdə mətnlə ziddiyyət təşkil eləyir. Çünki mətndə bizə həmin səs yazan alətlərin yaranma illəri və s. faktlarla qeyd olunub. Yəni, dəqiqləşdirmək mümkündür. Elə faktlar var ki, dəqiqləşdirmək mümkündür. Burada isə deyir, mümkün deyil. Yəni, mətndə mümkünlüyü ilə bağlı danışıldığına görə bu, ziddiyyət təşkil edən bənddir. Edisonun kəşfinin müsbət tərəfləri çox idi, doğrudur. İlk ixtiralar mükəmməl olmaya bilər, bu da doğrudur. Bir çox icadların ilkin nümunəsi qorunub saxlanılır, bu da doğrudur. 23. Mətnin strukturunu dəqiqləşdirmək üçün hansı düzəliş aparılmalıdır? Deməli, verilib əsas hissədə 1-ci və 3-cü abzasların yeri dəyişdirilməlidir. Giriş hissədən məntiqi əlaqəni pozan cümlə çıxarılmalıdır. Giriş hissənin sonuna əsas hissə ilə əlaqə yaradan cümlə əlavə edilməlidir. Əsas hissənin 2-ci abzası 2 abzas şəklində verilməlidir. Nəticə hissə 2 abzasa ayrılmalıdır. Y variantı səhvdir. Burada düzəlişə ehtiyac yoxdur. Eyni zamanda digərlərinə də baxaq. 1-ci və 3-cü abzas. Deməli, əsas hissə buradır. Əsas hissənin 1-ci, 3-cü abzası buranı deyir. Yəni, buranın yerini dəyişdirməyə ehtiyac yoxdur. Giriş hissədən məntiqi əlaqəni pozan cümlə. Orada məntiqi əlaqəni pozan cümlə də yoxdur. Giriş hissənin sonuna əsas hissə ilə əlaqə yaradan cümlə əlavə edilməlidir. Bunu da çıxırıq. D variantı. Əsas hissənin 2-ci abzası 2 abzas şəklində verilməlidir. Baxaq. Əsas hissənin 2-ci abzası. Bu hissə. Deməli, bu hissədə maraqlıdır ki, elmi ədəbiyyatlarda 2008-ci ilə qədər fonoqrafın yaradıcısının Edison olduğu qəbul edilirdi. Lakin həmin il Fransalı Eduard Leon tərəfindən 60-cı ilə aid qeydə alınmış səs yazısının müəyyən olunması bu faktı dəyişdi. Deməli, bu faktı dəyişdi. Burada artıq bu fikir bitir. Ondan sonra artıq başqa bir fikir başlayır ki, bunu qəbul eləmək istəməyənlər də var idi. O səsi yazmaq üçün neft lampasından istifadə eləyib. Yəni, artıq burada Edisonun yox, Eduard Leon'un yaratdığı səs yazısından bəhs olunur. Ona görə bu hissəni 2 ayrı abzas kimi vermək mümkündür. Doğru cavab olur D variantı. 24. Bunun üçün də faktlara əhəmiyyət verməyərək davamlı polemikalara da girişirlər cümləsi çərçivədə verilmiş hansı rəqəmin yerinə yazılsa məntiqi əlaqə pozulmaz. Bunu 3-ə yaza bilərik. Çünki deyir ki, bayaq da oxuduq. Doğrudur, bunu qəbul eləmək istəməyənlər də var. Buna görə fərqli polemikalara da girişirlər. Burada cavab olur 3. Yəni, bunu oraya yazsaq, heç bir əlaqə pozulmaz. 25. Mətndə qarşısında rəqəm yazılmış ifadələr əsasında uyğunluğu müəyyən edin. Deməli, biz ifadələrə əsasən onların mənalarını yazmalıyıq. Əvvəlcə 2 ifadəni tapırıq. İnnovasiya. İkinci, funksiya. Deməli, innovasiya, funksiya. Elmdə, iqtisadiyyatda və s. yenilik deməkdir. Bu, innovasiyadır. İnnovasiya ümumilikdə yenilik deməkdir. 1A.
variantlarda uyğun olmayanları çıxa bilərik. Vəzifə, fəaliyyət dairəsi bu funksiyadır. 2B. Kəşfin, ixtiranın son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim olunması mənasında bu bunlara aid deyil. Köhnəliyə qarşı mübarizə bu da aid deyil. Yerindən asılı olaraq riyazi düsturlar kimi də düşünülə bilər. Yenə bu da aid deyil. Yəni funksiya riyazi düstur demək deyil. Doğru cavab olur A variantı. 26. Üslubun səciyyəvi xüsusiyyətləri baxımından cədvəli tamamlayan fikirlər. Deməli, mətnin tünd qara hərflərlə yazılmış hissəsi hər hansı rəsmi sənəd. Bayaq tünd qara hərflərlə yazılan hissəni oxuduq. Ümumilikdə deyə bilərik ki, publisistik üslubdadır. Daha sonra bu hissədə bəzi məcazi sözlərə də yer verilib. Məsələn, deyir, qulaq asmağa dözə bilirdi, qulaq asmaq sözü, daha sonra danışan maşın, daha sonra publisistik üsluba aid xüsusiyyətləri deyə bilərik ki, məlumat verici xarakterli bir mətnə aiddir və s. Ümumilikdə götürsək, publisistik üslubun xüsusiyyətlərini götürürük bura. Daha sonra hər hansı rəsmi sənəddə isə rəsmi işgüzar üslubun xüsusiyyətlərini götürürük. Yəni standart formada olur. Obrazlı ifadələrə, məcaziliyə yer verilmir. Standart şablon ifadələrdən istifadə olunur. Dövlət əhəmiyyəti daşıyır. Bu da rəsmi sənədlərin xüsusiyyətləridir. 27. Altından xətt çəkilmiş cümlədə nöqtələrin yerinə uyğun ilə ifadə yazın ki, cümlə mətnin üslubunun səciyyəvi xüsusiyyətləri ilə təkmilləşsin. Deməli, bizə verilib yeni icadlar insan həyatında yeni 3 nöqtə. Yeni nə yarada bilər? Yeni mərhələ yarada bilər. Yeni icadlar insan həyatında yeni mərhələ yaradırdı, yeni mərhələ açırdı, səhifə açırdı da deyə bilərik. Bu kimi ifadələr bura yazırıq. Daha sonra 28. Mətnə əsasən cədvəli tamamlayan fikir. Thomas Edisonun ixtirası bugünkü səs yazanlarla eyni keyfiyyətdə idi. Doğrudur, yanlışdır. Bu yanlış fikirdir, çünki eyni keyfiyyətdə deyildi. Mətndə deyilir ki, sonraki dövrdə ixtiraçılar onun ixtirasını daha da təkmilləşdirməyə çalışırlar. Üstəlik, mətndə də oxuduq ki, onun səsləri, səs yazısı yalnız bir neçə dəfə dinlənilə bilərdi. Amma bugünkü səs yazanlarda bunu istənilən qədər dinləmək mümkündür. Yəni, doğru fikir oldu, burada yanlışdır. Mətnə əsasən cədvəli tamamlayan fikirlər. Müddəa, fakt. Faktlardan biri verilib ki, Edward Scott de Martinville-nin 1857-ci ildə patentini aldığı fonoqraf ciddi marağa səbəb olmuşdu. Deməli, bu faktdır. Fonoqraf ciddi marağa səbəb olmuşdu. Deməli, müddəaya yaza bilərik ki, 19-cu əsrdə səs yazma əhalinin marağına səbəb olmuşdu. Deməli, yazaq bura. 17-ci əsrdə səs yazma əhalinin marağına səbəb olmuşdu. İkinci faktda da belə yaza bilərik ki, Edisonun qurğusu da mətndə deyilirdi ki, böyük sensasiya yarada bilmişdi. Deməli, bu da əhalinin marağına səbəb olduğunu təsdiq edən bir faktdır. Edisonun qurğusu sensasiya yaratmışdı. Otuzuncu sual. Mətndə bəhs olunan ixtiraların xüsusiyyətləri. Edward Scott'un Thomas Edisonun ixtirası. Deməli, birincinin ixtirası mətndə verilir ki, 1857-də yaradılır. Daha sonra səslərə qulaq asmaq mümkün deyildi. Öz yazdığı səsi dinləyə bilmirdi. Thomas Edison isə 1877-də yaratmışdı. Səsə bir neçə dəfə qulaq asmaq olurdu. Bunun xüsusiyyətləri də bu idi. Ortaqda da belə deyə bilərik ki, səs yazısı idi. Hər ikisi səs yazmağa xidmət eləyirdi. Bir də ilk nümunəsi mahnılar olmuşdu. Mətnin bu hissəsində deyilir ki,
Scott'un, Edward Scott'un qurğusu haqqında. Bu səs 10 saniyəlik bir fransız xalq mahnısının sözlərindən ibarət idi. Digərində deyir ki, uşaq mahnısı idi. Deməli, hər ikisində mahnı idi. Deməli, suallar bu qədər. Hər hansı sualınız yaranarsa, şərhlər bölməsinə yaza bilərsiniz. Növbəti videolarda görüşənə qədər.